Sizə bir xəbər verirəm ki, axir zamanda Allah elə imtihanlar göndərəcək ki, dinin içində olan münafiqlər dindən çıxacaq, iddiaçılar var, yalandan sinəsinə döyüb. Onların hamısı ifşa olunacaq axir zamanda. İmtihanlar iddiaçıları aşkar eləyəcək və xalislər qalacaq. İndi baxın işimizə, baxaq iş. Baxın, mən böyük danışıram, özümə aid edirəm, Allah hamd olsun. Mən bunu danışa bədənim titrir, tüküm biz dayanır, özümdən narahatam. Amma daim mənimki buradan danışmaq olub deyə sizə xitabən bunu deyirəm. Yalancı iddiaçıların hamısı necə Kərbəlada yalancı dindar iddiaçı olanlar hamısı qılınc götürüb İmam Hüseyni doğradılar. Axir zamanda da yalancı iman iddiaçılarının hamısı ifşa olunacaq, İmam Zamana düşmən olacaqlar. Bunu bilin. Və Allah eləməsin, bu cəmaat ikindi, bax burada yığışıb İmam Hüseynə əzal saxlamaq, onun da içində beləsi olsun. Birinci özüm üçün qorxuram. Şəhidlik kimlərə qismət olur? Şəhidlik mütləq xalislərə qismət olur. Şəhid kimdir? Şəhid o adamdır ki, gizli yaxşılıqları çoxdur. Şəhadət istəyən varsa burada, şəhidlik arzusu ilə yaşayan varsa, şəhadət xalislərə qismət olur. Şəhidin çox işlərindən bizim xəbərimiz yoxdur. Şəhid o adamdır. Şəhid o adamdır. Danışmışam, qiyamət günü bir dəstəni, bunu danışmışam sizə. Çıxardarlar, deyərlər, hesabsız cənnətə daxil olun. Mələklər deyər, dayanın bir dəqiqə. Maraqlıdır da mələklərə. Əməl dəftərinizi göstərin, görək. Burada nə yazılıb ki, nə yaxşı işin sahibisiz ki, hesabsız cənnətə gedirsiniz. Əməl dəftərlərini götürərlər, görərlər, ağ vərəqdir, heç nə yoxdur. Deyərlər, ilahi, yaxşı. Başa düşdük, bunlar günah eləməyib. Yaxşı iş də görməyib, yaxşı iş görüb ki, bunlar cənnətə gedir. Bəs burada heç nə yazılmayıb axı. Allah cavab verər. Deyər, mənim mələklərim, bu mənim xalis bəndəm idi. Əvvəl belə başladı bu. İstədi ki, cəmaat bunun əməlindən xəbərdar olmasın, ancaq mən bilim. Yavaş-yavaş ora getdi, çıxdı. Bu, ixlasın ləzzətinə daxil oldu, ixlas aləminin gözəlliyini. Duyduqca bunlar bu qədər xalis oldu ki, dedi, ilahi, mələklər görür mənim yaxşı işimi, istəyirəm onlar da görməsin. Mən dediyim mələklərdən gizlətməyə başladım. Mələklər də yazmadı bunun yaxşı işlərini. Mələklər də yazmadı. Ona görə əməl dəftəri tərtəmizdir. Mələklər deyər, yaxşı, indi biz yola salmalıyıq da cənnətə. Cənnətdə belə olacaq da, mələklər deyəcək, məsələn, otelin aşağıda deyirlər, sən filan otağa keç. Cənnətdə də mələklər deyəcək ki, get filan, sənin yerin buradır. Ona deyəcək, sən nə gözəldir, adam danışanda ləzzət eləyir. Mələklər deyəcək, sən gəl bura, ona deyəcək, ora. İndi deyir, bunu hara yola salaq? Allah deyəcək ki, dünyada sizdən gizlətdim, indi istəyirsiniz deyəm yerlərini. O da məndən onun arasında gizli qalacaq. Mən biləcəm, o biləcək harada olacaq.